Sabahınız xeyir olsun. Bugün yenə sizlərlə hər gün bir sual izahına baxırıq. Sualımız belədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin şöbə müdirinin müavininin alacağı ilk ixtisas dərəcəsi hansıdır? Gəlin baxaq. İlk olaraq biz bunun kateqoriyasını tapmalıyıq. Naxçıvanın Ali Məclisi birinci kateqoriya dövlət orqanıdır. Birinci kateqoriya dövlət orqanında birdən başlayırdı. Yəni nə birdən başlayırdı? Aparat rəhbəri olurdu birinci kateqoriya. Aparat rəhbərinin müavini və bölmə rəhbəri, yəni söhbət şöbədən gedir. Bunlar olurdu ikinci kateqoriya. Bölmə rəhbərinin müavini bu olurdu 3, mütəxəssis isə 4 olurdu. İndi burada bizdə gəlir şöbə müdirinin müavini. Deməli bu üçüncüdür. Üçüncü təsnifatda nələr vardı? Mən həmişə demişəm ki, 3-dən yadınızda saxlayın. Baş müşavir, müşavir və kiçik müşavir. İlk ixtisas dərəcəsi isə olacaq kiçik müşavir olmalı. Yəni C variantı bizdə doğru cavab olur. Uşaqlar, onu da deyim ki, YouTube kanalımda əlavə olaraq bunların izahı, necə bunları, yəni kateqoriyaları, təsnifatları tapmağın yolları var. Ona da baxa bilərsiniz.